Niyə? Çünki o 5 dediyiniz o 5'liyi televiziyanın qoyduğu şərtlə gedir. Qalmaqal istəyirsə qalmaqal yaradır. Məsəl üçün adını çəkdiyiniz A-klass müğənnilər onu eləmir. A-klass müğənni sənin efirə gələndə öz şərtləri ilə gəlir. Mən tək olacağam, digər müğənni olmayacaq və sən məcburi şərti qəbul edirsən. Bunlar sənə o şərti qoya bilmir bu 5'lik. Sən ona şərti qoysan, o sənə sərf edir. Onu da gündəmdə sən saxlayırsan. Kütülə yox, sən. Bak, tam senin bir soru vereceğim. Bak, o dediğimiz sosyal şebekede meşrulaşan uluslar televizyada reyting verir ama A-klasslarımız reyting vermir. Ne baş verir? Reytingi onlar vermir. Reytingi qalmaqal verir. A-klasslarımız maraqsız mı oldu? Yox, A-klass maraqlı deyil. A-klasslarda qalmaqal verir. Yox, gəlin belə danışaq da. Bugün məsəl üçün götürək xalq artistimiz Aygün Kasımov. Adam 30 ildən çox aktuallığını qoruyub saxlayır və hər bir çıxdığı verilişində reytingi var. Hara getsə kütləsi də var. Sadəcə olaraq o siz dediyiniz o 5 müğənni reytingi onlar vermir. Reytingi onların yaratdığı qalmaqal verir. O qalmaqal da tamaşaçıya televizyon öyrədir. Bak,